Sophie'nin dünyası Jostein Garder'in, Jostein də oxunur Norveç dilində, orijinalda. Uşaqlar üçün nəzərdə tutduğu bir kitabdır. Baxmayaraq ki, kitab yəni nəyə görə uşaqlar üçün nəzərdə tutub, həqiqətən mənə qəribə gəlmişdi. Çünki bizdə o kitabın içərisində Aristoteldən, Hegeldən, Dekratdan, nə bilim, Platondan, filozofların fəlsəfənin ümumilikdə necə yaranması və bu saydığım filozofların və digərlərinin fəlsəfələri barədədir kitab. Bir gün Sophie'nin məktub qutusuna məktub gəlir və o məktubdan sonra o başlayır varlığı, yaradılışı, tanrını, fəlsəfəni sorğulamağa və müəllimi ilə arasında dialoqlar keçir. Kitab elə bir kitabdır ki, əslində yəni bir konkret mövzu yoxdur ki, kitab haqqında danışasan, amma eyni zamanda da çox hər şey olduğu üçün belə heç bir şey danışa bilmirsən. Çünki fəlsəfə dediyim kimi, elə bil ki, tarix boyu fəlsəfə bildiyimiz kimi bütün elmlərin atasıdır. Riyaziyyat dediyimiz, kimya və yaxud da fizika dediyimiz dəqiq elmlər belə, digər elmlər belə, bütün elmlər əslində fəlsəfədən doğubdur. Amma fəlsəfə özəlliklə bizim şərq toplumunda belə qeyri-ciddi qarşılanır və yaxud da ki, belə boş danışmaq kimi qarşılanır. Oralara girmə, nə bilim, onun axırı yoxdur və s. Və qeyri-ciddi ümumilikdə bir universitetdə də bizə danışılmır demək olar ki, nə məktəbdə, nə universitetdə biz fəlsəfə ilə bağlı heç bir şey öyrənmirik. Amma fəlsəfə nəyə görə önəmlidir uşaqlıqdan öyrədilmək? Məktəblərin və yaxud da ki, universitetin, hələ mən orta məktəblərdən danışıram, əsas özəlliyi öyrətmən deyir, məsələn, türklər. Bizdə müəllim ərəb dilindən gəlmə sözdür, amma öyrətmən daha mənalıdır, türklər özününkiləşdiriblər sözü. Yəni, öyrədən adam. Məsələn, tələbə də tələb edən, yəni araşdıran, tələb edən mənasındadır. Amma bizdə kütləvi şəkildə, bilərək böyük ehtimalla, sistemli şəkildə uşaqlara məlumatlar yüklənilir, sanki bir robotuymuş kimi və uşaqlar bu halda öyrənməkdən əslində iyrənirlər. Öyrədicinin, öyrətmənin əslində funksiyası nəsə uşağa öyrətmək deyil. Bu əslində beyin yumaq olaraq da belə deyim, dəyərləndirilir məktəblər ümumilikdə bütün dünyada, hətta Azərbaycandakını heç saymıram. Məktəbdə müəllimin funksiyası uşağı elmə sevdirməkdir, öyrənmə eşqi yaratmaqdır. Bunu da sən uşaqda yalnız və yalnız fəlsəfə ilə yarada bilərsən. Çünki fəlsəfə dediyim kimi elmlərin atasıdır. Elmlər oradan doğub. Yəni ilk insanlar dinlər belə sorğulamaqla yaranıb. Yəni bir sual verirsən, fəlsəfənin mənası belə deyim, sual verməkdir. Yəni fəlsəfədə bir cavab yoxdur ümumilikdə. Cavab vermir sənə. Hətta fəlsəfə sənə deyir ki, mənə sən bir cavab desən, mən sənin o bir cavabına yüzlərlə sual verə bilərəm. Ona görə də, məsəl üçün, o cavablarla qane olan insanlar var. Məsəl üçün, sual verir ki, biz bu dünyadayıq, niyə buradayıq? Ona bir cavab verilir ki, sınaq edilirsə, məsələn, Quran alır və o cavabdan qane olur. Deyir ki, hə, Quranda yazılıb ki, Quranda insanların nəyə görə yaratmasını Tanrı ona ibadət etsinlər deyədir. Bu da özü də, məsəl üçün, bunun üçün bir filozof olmağa ehtiyac yoxdur. Müzakirəli məsələdir ki, yəni bir yaradıcı niyə dursun insanlar yaratsın ki, məni ibadət edin? Nə həddə bu narsizmdir? Tanrı, daha doğrusu Allah anlayışının özü bir narsis anlayışdır ümumilikdə İslamda da. Yəni sən bunu qəbul eləyirsən, o sən yetinirsən, qəbul eləməyəndə isə niyə sualı? Fəlsəfənin əsas sualı niyə? Niyə? Verilən bütün cavablara bu şey belədir sənə deyir, məsələn. Fəlsəfə isə sənə cavab verir, niyə? Yəni ancaq sual verir davamlı olaraq. Sən də sual verməsən, sən heç vaxt axtarışda olmazsan. Çünki artıq cavabı tapmısansa, məsələn, Quranda və yaxud da ki, digər dini kitablarda insanlar, dindarlar, mühafizəkarlar düşünürlər ki, orada cavab var. Bu nə deməkdir? Artıq demək olar ki, sorğulamağa ehtiyac yoxdur. Çünki başqa elmlərə də baxmağa ehtiyac yoxdur. Quranda olsa bütün elmlər var, bütün hər şeyin cavabı var. Yəni o halda biz nəyi axtaraq və yaxud da ki, həyatın nəyə görə sorğulayaq? Hər şey yazılıb. Niyə görə yarandığımız, necə məhv olacağımız, öləndən sonra nə olacağımız
hamısı onsuz da yazılıbdır. Yəni bu halda insanın oxumasına bir səbəb yoxdur. Yəni dinlər və fəlsəfə tamamilə ziddiyyət təşkil eləyir. Fəlsəfə ümumilikdə yəni sənə demir o yoxdur, bu yoxdur. Məsələn, filozoflar barədə çox vaxt deist olan və yaxud da ki, panteist olan filozofları gətirib çox vaxt şey eləyirlər, ya müsəlman eləyirlər, ya ateist eləyirlər. Yəni bunun özü də bir natamamlıq düşüncəsidir ki, hansısa tanınmış tutalım Einsteynə deyim ki, o panteist, mən də panteist olum və yaxud da ki, o müsəlman idi. Mən onu müsəlman çıxartdırım ki, necəsə eləyim ki, insanlara göstərəm ki, belə bu dahi adam İslamı qəbul edibsə, deməli ki, burada nəsə var. Bunların özü natamamlıq və əziklik belə deyim göstəriciləridir. Filozofların deist olanlar var, amma məsələn Spinozanı götürəndə Spinozanın tanrısı heç panteizmə də uyğun gəlmir. Biraz bənzərliklər olsa da. Yəni ümumilikdə dinlərdəki tanrılar və yaxud da ki, ümumi yaradıcılar başqa-başqa tamam şeylərdir. Fəlsəfə sənə bu dinləri də araşdırmağı öyrədir. Çünki dinlər də sualdan yaranır və yaxud da ki, elm dediyimiz şey də sualdan yaranır. Bir şeyin səbəbini axtarırıq. Bu səbəbi axtararkən gedirik elmə çıxırıq. Dediyim kimi dəqiq elmlər də, nəzəri elmlər də hamısı fəlsəfədən doğmuşdur və mənə görə bir müəllimin uşağı üçün edəcəyi maksimum yaxşılıq hərf təbii ki, öyrətməkdən sonra ona fəlsəfəni öyrətməkdir. Yəni sorğulamalı. Necə ki, Sofinin dünyasında müəllimi ilə o fəlsəfə ilə tanışlığı olur. Bu arada bir mövzunu bir insan nə dərəcədə sadə izah eləyə bilirsə, deməli o mövzunu o dərəcədə yaxşı qavrayıb. Əgər bir insan danışırsa və onun nitqində çoxlu terminlər varsa, qarışıqdır və belə deyim, heç kim anlamırsa onun dediyini, onun kütləsi tutalım, Instagram nəyisə video paylaşır və yaxud da ki, kütləsi nəzərdə tutulub da, insanlar onu anlamırsa, deməli o danışdığı şeyə heç özü də anlamayıbdır. Sadəcə olaraq insanlar bilmədikləri, anlamadıkları şeylərə həmişə heyranlıq duyurlar və terminlərdən istifadə eləyəndə qarşı tərəf də səni anlamadığı üçün sən heyranlıq duyur. Amma ümumilikdə məsələn Sofinin dünyasında fəlsəfə tarixini, tarix boyu hansı ki dönəmləri tutalım Sokrata qədər ki fəlsəfə, Sokratdan sonraki fəlsəfə və digər Spinozaya qədər, nə bilim Nietzscheyə qədər tarixləri çox sadə şəkildə bir uşağı izah eləyirmiş kimi izah eləyibdir və ona görə də Sofinin dünyası həm uşaqlar üçün nəzərdə tutulsa da məncə heç bizdə Azərbaycan böyüklərin belə oxumadığı, haqqında eşitmədikləri filozofların və yaxud da ki fəlsəfi cərəyanlardan bəhs edən bir kitabdır. Yəni buna görə ümumilikdə dediyim kimi kitab haqqında fikirləşdim, nə danışa bilərəm. Çünki çox sevdiyim bir kitabdır. Bu kitabı da çox sevdiyim birinə hədiyyə eləmişdim. Böyük ehtimalla da oxumayıb. Və yəni ümumi belə danışılacaq bir mövzu yoxdur, amma insan çox böyük zövq duyur oxuyarkən. O sadə dildə bu qədər qəliz, dərin bir mövzuları uşağın belə anlaya biləcəyi dildə yazılmış olan bir kitabdır. Əslində dünənlərim Sofinin Yuxusu adlı bir film izlədim. Bu kitab oradan yadıma düşdü Sofi ilə bağlı. Çünki mən elə bilirdim ki, kitab haqqında çəkilibdi film. Amma belə də fikirləşəndə yəni düşünürəm ki, necə bunun filmini çəkmək olardı? Çünki sadəcə fikirlərdir, yəni fikirlərin təhlilləri, dünyanın yaradılışının sorğulanması, özünün sorğulanması. Digər filmdə isə Sofinin Yuxusu, Rüyası da bir kitabdır, uşaq ədəbiyyatı. Bu arada videoda soxuşdurum, onu da deyim. O da çox möhtəşəm, YouTube'dadır, uşaq filmi idi. Hansı ki, divlərlə özü də Charlie'nin fabrikası, bundan əvvəl Tim Burton'un filmi haqqında danışdım. O Charlie'nin fabrikasının yazarının yazdığı bir kitabdır Sofinin Rüyası. Bir divlə yetim bir uşağın, yetimxanada olan bir uşağın dostluğu və onların birlikdə şər qüvvələrə qarşı mübarizəsindən bəhs edir. Fantastik bir filmdir. Sadəcə vizual olaraq belə zövq ala biləcəyiniz bir filmdir. Deməli, yəni belə. Çünki Sofinin dünyası haqqında deyə biləcəyim xüsusi bir şey yoxdur və yaxud da ki, YouTube'da məsələn çox qarşıma çıxır bir kitab haqqında tutam oxuyub izləyici fikrini öyrənmək istəyirsən, həmən YouTuber nə edir? Kitabı qoyur, oradan sənə alıntılar eləyir. Yəni izlənir bunlarda, bilmirəm. Ya da ki, bu kitabı maksimum ən yaxşı halda o cür təqdimat eləmək olardı ki, kitabın onsuz da harasını açsan, alıntılar eləyib oxuya biləcəyim bir kitabdır. Və yaxud da belə eləyə bilərdim, bunu da eləmək istəmirəm.
Yəni belə, Sofinin dünyası bir uşağa, uşaq ədəbiyyatından neçə dəfə danışdım. Çünki uşaq ədəbiyyatı əslində qeyri-ciddi qarşılanır, amma böyüklər üçün yazılan ədəbiyyatdan daha çətindir. Uşaqlar üçün çəkilən filmlər də eyni ilə elədir. Çünki uşağa bir şey izah eləməyi uşaqlar üçün, yəni uşaqların səviyyəsini izah eləmək üçün də sən çabalamalısan. Və çox diqqət eləməlisən. Məsələn, multfilmləri deyək, animasiyalar deyək, filmlərdən daha çətindir və daha çox kommersiya məsələləri var. Yəni eyni ilə yazmaq da düşünürəm ki, uşaq kitabı yazmaq özü fəlsəfə kitabı. Yəni sən bu kitabda Platondan, Aristoteldən, Hegeldən danışırlar və uşaq dilində, yəni anlaya biləcəyin dildə. Uşaq ədəbiyyatı deyəndə mənim üçün top 10 listimdə birinci yerdə bəlkə Sofinin dünyasıdır ki, uşaqlar bu kitabı oxuyaraq, deyirəm hansı ki, müəllimin vəzifəsi uşağa o öyrənmə eşqini yaratmaqdır. Ondan sonrası uşaq özü seçə bilər, yəni hara meyillidir, incəsənətə mi meyillidir, dəqiq elmlərə mi meyillidir, nə bilim kainatımı öyrənmək istəyir, ədəbiyyatımı öyrənmək istəyir. Yəni sən bunu uşağı biz hazırki təhsil sistemi ilə əksinə qısıtlamış oluruq, qırmış oluruq. Hamısının potensialı fərqli olduğu halda biz onların hamısına eyni nəticəni gözləyirik. Yəni hamısına eyni nəticə gözləyirik. Bu uşaqların potensialını boğmaqdır əslində. Ona görə də məsəl üçün bu sistem belə davam elədiyi müddətcə də Azərbaycanda kreativ heç nə görə bilməzsiniz. Adi TikTok videolarında, məsələn, YouTube'da, Instagram'da belə ən adi bir məsxərə və yaxud da bayağı zarafat dediyimiz mövzuları belə kopyalayırlar. Yəni bayağı zarafatı belə eləyə bilmirlər insanlar. O qədər yaradıcılıq yoxdur. Çünki o yaradıcılıq dediyim kimi bu səbəblərdən uşaqlıqdan boğulmuş olur artıq. Yəni belə ümumilikdə Sofinin dünyasını oxuyaraq, məsələn, mən çox təsirlənmişdim və illərlə bu kitab çox uşaqlıqdan gedir əlbəttə ki, söhbət. Amma böyüyəndə də oxuyurdum və çox qəribə gəldi ki, buna niyə uşaq kitabı deyiblər də? Yəni, məsələn, bu kitab sayəsində marağım yaranmışdı fəlsəfiyə. Yenə də deyirəm, fəlsəfə Azərbaycanda məktəblərdə və universitetdə din fəlsəfəsi biz keçmişdik, dinlərin tarixi ilə bağlı. Amma ümumilikdə bir fəlsəfə keçirilmir. Hansı ki, yenə də deyirəm, ixtisasdan, fakültədən asılı olmayaraq, məncə fəlsəfə hər yerdə, hər sahədə keçirilməlidir. Və sən oradan özündən yaradılmalıdır bu, nə öyrənmək istəyirsən, nə ilə maraqlanmaq istəyirsən, səni yönləndirə, ancaq fəlsəfə yönləndirə bilər. Doğru sual verməyi öyrənir. Hardasa psixiatrlara biraz bənzədirəm. Psixiatrın məsəl üçün vəzifəsi, Azərbaycanda gedirsən psixiatra, sənə məsləhət verir, dərdləşir və yaxud da ki, Kırmızı Odadakı kimi qucaqlaşırlar, konfizad içirlər. Bunların heç birisi psixiatrda olmalı olan, yəni belə şeylər yoxdur əslində. Psixiatrın bizdə də lağı qoyurlar, yəni heç bir şey eləmir, niyə danışım, bu qədər pul verim. Onun vəzifəsi sənə doğrunu göstərmək, məsləhət vermək, doğrunun nə olduğunu demək deyil. Əksinə səni dinləmək və doğru sual verməkdir. Çünki doğru cavabı biz, yəni səhv sual versək doğru cavab tapa bilmərik. Doğru cavabı ancaq sual içərisində tapa bilərik. Məsələn, nümunə versəm, tutalım, biz həmişə deyirik ki, kasıblar niyə çoxalırlar? Pulun yoxdur, niyə uşaq dünyaya gətirirsən? Bu sual düzgün sualdır. Çünki cavab içindədir. Kasıbdır deyə çoxalır. Yəni bunun məsələn bu tip nümunələr versək, doğru sual verəndə psixiatr səni dinləyir ki, dinləməyin özü, danışmağın özü də bu da bir belə deyim, elmi araşdırma idi ki, insan danışaraq belə psixologiyası sağala bilər, ruhu sağala bilər. Yəni psixiatrın işi sənə maksimum doğru sual ünvanlamaqdır. Fəlsəfə də sənə eynən bunu öyrədir. Yəni fəlsəfə sənə heç bir şeyin cavabını vermir. Ədəbiyyatda məsəl üçün çox vaxt deyirlər və yaxud ki, filmlərdə filan mesajı verdi, bu sosial mesaj vermək qayğısı da bir aradan adamı boğur, filan mesaj. Yəni ədəbiyyatın, incəsənətin, fəlsəfənin vəzifəsi sual verməkdir, cavab tapmaq deyil. Cavab, yəni sənə kimsə cavab tapıb demir. Onlar səndə sual yaratmalıdır. Daha doğrusu düşünməyə vadar eləməlidir. Sən özündə maraq yaranmalıdır ki, o sualı sən özünə görə düşünəsən, sorğulayasan.
Yəni ümumilikdə belə uşaqlarda fəlsəfə yaratmaq üçün düşünürəm ki, Sofinin Dünyası möhtəşəm bir kitabdır. Filminin olub-olmamasını bilmirəm. Dediyim kimi mənə Sofinin Rüyası çıxmışdı və ayrıcalıqda ara yerdə ona da baxmış oldum. Ona da baxa bilərsiniz. Tamamilə başqa bir kitabdır. Dediyim kimi, yəni Charlie'nin Şokolad Fabrikasının yazarının Matilda'nın və yaxud da ki, Matilda da çox məşhur kitabı idi, filmi də var. Amma Sofinin Dünyası tamamilə başqa Norveçli bir yazarın kitabıdır və uşaqlar üçün fəlsəfə kitabı, belə deyək. Məsləhət bildiyim və böyüklərin də, sadəcə uşaqların yox, böyüklərin də oxuyub fəlsəfəni kimlər ki qarışıq hesab eləyir, mürəkkəb olduğunu düşünür, bu səbəbə də oxumur, zövq ala bilmir, onlar üçün Sofinin Dünyası mükəmməl bir seçim olardı.